Gördüğümüz kimi bu 2 mərtəbəli yaşayış binası uzun illər bundan qabaq tikilmiş binaydı. Binada uçan hissəsi balkon olub. Balkon özü qeyri-qanuni olaraq artım eləmişdi. 20 il bundan qabaq. Orada həmən ərazilərdə hamam yerləşirdi. Hamam suyu axıtma nəticəsində betonlar tamamilə məhv olmuşdur. Ona görə də bu vəziyyətdə uçmuşdur. Özün təqdim edin. Həsənova Ceyran. Hansı sabah nətər oldu? Evdəydinizmi? Evdəydim. Bir də gördüm ki, elə bildim ki, bomba partladı. Nətər qorxdumsa bilmədim hara gedəm. Elə bildim ki, pilləkən uçur. Pilləkən qəzalı vəziyyətdədir. Elə bildim pilləkən uçur. Belə pəncərədən baxdım ki, palqon uçubdu. O gəlin də qalıb altında. Heç nə, tez sırazı 112-yə zəh vurdım, 103-ə zəh vurdım, 102-yə zəh vurdım, 101-ə zəh vurdım. Hamısına zəh vurdum mən. Ki, gəlin kömək eləyib. Tez də gəldilər. Çox sağ olsunlar, hamısı gəldilər, özlərini yetirdilər. Neçənci ildən bu binada? Mənim anam bura 61-ci ildə ilk dəfə köçən olub. Təhvil veriləndə ilk köçən mənim anam gil olubdu, bizim ailə 61-ci ildə. Oktyabr ayında. Xəsarət alınmıyor. Yox, o gəlin xəsarət alıbdı, qonşu gəlin. O gəlin xəsarət alıb. Şükür ki, heç kim heç nə olmayıbdı. Amma pilləkən qəzalı vəziyyətdə idi, ora pis vəziyyətdə idi. Onsuz da demişdi, JK də demişdi, mən özüm demişdim. Demişdilər ki, fövqəladiyə göndərmişik, düzəldəcəkdilər.